İngilis dili bilmək cəmiyyətdə təbəqələşmə yaradırmı? Çox təəssüflər olsun ki, biz rus dili ilə bağlı bu təbəqələşməni görürük. Öncəki illərdə bu daha çox hiss olunurdu. Rus dilini bilən və rus dilini bilməyən və yenə də təəssüflər olsun ki, bəzən rus dilini bilənlər daha üstün təbəqə kimi bəziləri tərəfindən qəbul olunurdu. Bu ingilis dili və digər xarici dillərdə də eynidirmi? Belə deyim, bir şeyə ehtiyac varsa, tələb yüksəkdirsə, məsələn ingiliscə tələb var, realdır, bunu qəbul edirik və dili bilən də azdırsa, nəzərə alaq ki, Azərbaycanda dili bilənlər azdır, kifayət qədər azdır. Əhalinin sayı nisbəti ilə müqayisədə götürdükdə, o haradasa müəyyən mənada sosial təbəqələşmə yaradır. Yəni ehtiyac var, bilən azdır, o bilənlər bir pillə, bilməyənlərlə müqayisədə onlara daha çox üstünlük verilir. İş seçim müsahibələrində və s. yarada bilir. Bəs nə zaman yaratmayacaq? Biz inkişaf etdikdə, dil bilənlərin say nisbəti çoxaldıqda olmayacaq. Məsələn, müqayisə üçün götürəndə Azərbaycan Sovet hakimiyyətini qurulan ilk illərdə rus dili bilənlər müəyyən xüsusi sosial təbəqə sayılırdı. Onları özünüz də təsdiqləyirsiniz ki, nə bilim, orduya cəlb edirdilər, dövlət işlərinə cəlb edirdilər, dil bilməyəni orduya götürmürdülər, zabit məktəblərinə qəbul etmirdilər. Xüsusilə bizim Azərbaycana qarşı belə bir münasibətlər olub. İlk illərində yaradırdı sosial təbəqə. Daha sonra yayğınlaşdı bu, dil bilənlərin sayı çoxaldı və bu təbəqələşmə biraz aradan qalxdı. İndi müasir zamanda da düşünmürəm ki, rus dili bilmək xüsusi bir sosial təbəqə sosial status sayılsın. Amma ingilis dili hələ ki sayılır. Məsələn, tutaq ki, Avropa ölkələrinə müqayisədə götürsək, məsələn, tutaq ki, götürək Almaniyanı, orada mən düşünmürəm ki, ingilis dili bilmək xüsusi bir sosial, dil bilənlər xüsusi bir sosial təbəqə sayılır. Çünki demək olar ki, əhalinin böyük əksəriyyəti dili müəyyən səviyyələrdə minimal olaraq bilir. Yəni bizdə hələ ki yaradır.